Salam dostlar. Bugün sizə elə bir şəhər göstərmək istəyirəm ki, tarixlə müasirliyin bir yerdə, nəfəs aldığı bir yerdir. Bəli, söhbət məhz Gəncədən gedir. Gəncə başqa şəhərdir. Burada insan özünü həm evdə, həm də biraz qonaq kimi hiss eləyir. Hər daşında keçmişin izi var, amma küçələrində gələcəyin səsi gəlir. Hava bir başqa təmizdir burada. Elə bir nəfəs alanda içindəki yorğunluq çıxır. Gəzirsən sakitdir, amma darıxdırıcı deyil. Şəhər öz axarı ilə gedir. Sənə dur, tələsmə, məni biraz gözəl seyr et deyir. İnsanları səmimi, ünsiyyətçil, salam versən cavab alacaqsan. Kimsə sənə yol göstərəndə elə bir illərdir tanıyır səni. Parkları yaşıl, küçələri təmiz, binaları isə öz simasını bu gün də qoruyub saxlayıb. Qədim olan nə varsa elə yerində durur. Amma şəhər yenilənməkdən də qorxmur. Ən gözəl tərəfi də məhz budur məncə. Gəncə həm dincliyi verir, həm də ruhunu qaldırır. Elə bir şəhərdir ki, sakit gəlib, sakit çıxmırsan. İçində bir şeylər dönür, dolaşır, dəyişir. Burada təkcə baxmaq üçün yer deyil. Burada yaşamaq, hiss eləmək, biraz da dayanıb dərin nəfəs almaq lazımdır. Əgər bu şəhər sənin də xoşuna gəldisə, videonu bəyən, şərh yaz və səhifəmizi izləməyi unutma. Çünki belə yerlər paylaşdıqca daha da gözəlləşir.